Bugün Qəbələ Regional Asan Xidmət Mərkəzinin açılışından 10 il ötür. Mərkəz dövlət başçısının iştirakı ilə 10 avqust 2016-cı il tarixində açılıb. 20 avqust 2016-cı il tarixindən fəaliyyətə başlayan mərkəz Qəbələ, İsmayıllı, Oğuz, Qax, Zaqatala, Ağsu, Ağdaş, Göyçay, Ucar və Zərdəb rayonlarında qeydiyyatda olan 830 minə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş Asan kafe, uşaqlar üçün əyləncə güşəsi də mövcuddur. Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzdə 900-ə yaxın könüllü məzun olub. Hazırda 28 Asan Xidmət Mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır. Bugünədək Asan Xidmət mərkəzlərinə 9 milyon 200 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.